nəsihat elədim, bağışlayasınız. Mənim elə bir 20-25 gündür, Hə. elə bil ki, baxın, nə yeyirəmsə, 69 yaşım var, üzr istəyirəm, bağışlayın, qaytarıram. Elə bil ki, üstündən çay içən kimi, mən yediyim yeməyi qaytarıram, o nədən ola bilər? Çay içməsən də qaytarırsan mı, yoxsa çay içəndə mi qaytarırsan? Çay içəndə qaytarıram, hə. Ay Salman qardaş, bəq elə bilirim cavan oğlansan, indi görürüm maşallah. Səsin cavan oğlan səsidir. Yeməyin üstündən, yeməyin ortasında su içmək, çay içmək olmaz. Niyə olmaz? Siz indi yeməkdən 10 dəqiqə qabağa qədər su içmək olar. Bir də yeməkdən asılı olaraq. Qatıq yemisənsə 1 saatdan sonra, ət yemisənsə 2 saatdan sonra su içmək olar. Yeməyin arasında su çay içəndə o mədə turşusunu yuyur, həzmi pozur. Siz əgər çay içmədən də qaytarsanız, mütləq yoxlanmalısınız. Fibrogastroskopiya vasitəsilə mədə bağırsaq sistemi yoxlanmalıdır. Yox, əgər çayla əlaqədarsa, çay içmə də qaytarma qardaş.